Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bu gün hədəf kurslarında növbəti buraxılış sınaq imtahanı keçirildi. Buraxılış sınaq imtahanı 4. Bu gün onun bütün siniflər üzrə ingilis dili fənnindən izahını verəcəm. 10-cu sinifin izahını veririk. İlk öncə onu deyim ki, videonun aşağı hissəsində link yerləşdirəcəm. O linkə daxil olub həm listeningin materialını, həm də imtahanın PDF formasını əldə edə bilərsiniz. Kanala abunə olmağı unutmuruq. Başlayaq listeningdən. Listeningin sadəcə cavablarını deyəcəm. Dediyim kimi oradan materialı götürüb istədiyiniz qədər qulaq asa bilərsiniz. Birinci suala baxırıq. Mətnimiz listeningimiz nə haqqındaydı? Different ways of sleeping, yəni fərqli yatma metodları, üsulları bundan danışırdı. A bəndidir birinci sualda. İkinci sualda sleep position orada nə deyirdi? Feels personal deyirdi. Bir də can have an impact on the health sağlamlıq üzərində təsiri var. Bir də feels personal deyirdi. Cavabımız olur A bəndi. Üçüncü suala baxırıq. Mətnə görə düz olanı istəyir. Sleeping on the back cannot cause snoring, can cause deyirdi. Xoruldamağa səbəb olur. Sleeping on the back is very popular, is not very popular deyirdi. Old research demirdi burada. Modern research shows that sleeping position can change how the body feels in the morning. All people should sleep on the back. Bütün insanlar arxası üzərində yatır. Təbii ki, bu da səhvdir. Many doctors recommend sleeping on the side. Bu düzgün idi. Həkimlər sağ və yaxud da sol tərəf üzərində yatmağı məsləhət görürlər. Dördüncü sualda true false'ları istəyir bizdən. Sleeping on the side helps the back stay straight. Yəni tərəf üzərində yatmaq, sağ və yaxud da sol tərəf üzərində yatmaq belin düz qalmasına kömək eləyirdi. Bu düz idi. Only the left side may help with different health problems. Yalnız sol tərəf üzərində yatmaq müxtəlif problemlərin, çətinliklərin, aradan sağlamlıq problemlərinə kömək edirdi. Bu yalnız left side demirdi. Bu false-dur. 3'də people move a lot during sleep. Bu düz idi. İnsanlar yatarkən çox hərəkət eləyirlər. 4-ün 3-üncüsündə A bəndidir. People move during sleep and it helps the body feels bad demirdi burada. B də deyirdi. Bu false'dur. Yəni 1A, 2B, 3A, 4B olacaq listeningimiz. 5-ci suala baxaq qısa mətnlərimizə. Dear Cavidan, əziz Cavidan deyir, I arrived in London 2 days ago. Mən 2 gün əvvəl Londona çatdım. I enjoy staying here. Burada qalmaqdan zövq alıram. The city is very busy. Şəhər çox sıxdır, məşğuldur. But people are friendly and helpful. Amma insanlar səmimi və yardımsevərdilər. Tomorrow I am planning to visit some famous museums. Sabah mən bəzi məşhur muzeylərə getməyi planlayıram. Mətnin məqsədi to inform about the trip and experiences, bir səyahət və orada yaşananlar, sərgüzəştlər haqqında məlumat verməkdir. 6-da the city marathon will take place this Sunday morning. Şəhər maratonu bu bazar günü səhər baş tutacaq. Some streets will be closed to traffic for several hours. Bəzi yollar, bəzi küçələr bir neçə saat trafik üçün bağlı olacaq. Yəni maşınla gediş-gəliş üçün bağlı olacaq. Citizens are advised to plan alternative roads. Vətəndaşlara məsləhət görünür ki, alternativ başqa yollardan istifadə eləməyi planlasınlar və yaxud da başqa yollardan istifadə eləsinlər. Mətnin məqsədi nədən ibarətdir deyir. The street of the city will open all day long. Bütün gün açıq olmayacaq, bir neçə saat bağlı olacaq. The event will last all week. Bütün həftə davam eləməyəcək bu tədbir. Sadəcə bazar günü səhər keçiriləcək. Some roads will be closed temporarily. C bəndi düzdür. Müvəqqəti olaraq bəzi yollar bağlı qalacaq. Bu düz idi. 7-ci suala baxaq. During the exam period, silence must be maintained in the corridors. Yəni imtahan müddətində, ərzində koridorlarda səssizlik saxlanılmalıdır. Any unnecessary noise can disturb other students. Yəni
Hər hansısa bir lazımsız səs digər şagirdləri narahat edə bilər. Teachers will take measure if the rules are broken. Müəllimlər tədbir görəcək əgər bu qaydalar pozulsa. Noise is allowed during the exam. İmtahan ərzində səsə icazə verilir yazılıb, amma verilmir. Only teachers must be quiet. Yalnız müəllimlər sakit qalmalıdır, yox. Səssizlik olmalı, şagirdlər də sakit qalmalı. Exams will be cancelled. İmtahanlar təxirə salınacaq deyə bir şey yoxdur. Students should remain quiet in the corridors. D bəndi düzdür. Koridorlarda sakitçilik olmalıdır. Şagirdlər sakit qalmalıdır. Following the rules is not important. Qaydalara əməl eləmək vacib deyil, amma əksinə vacibdir. Cavab olur D bəndi. Davam edək böyük mətnimizdən. Popcorn is a popular snack enjoyed by people of all age. Bütün yaşdan insanlar üçün popcorn məşhur bir qəlyanaltıdır, snackdir. It's made from a special type of corn that happens and becomes fluffy when heated. O hansı ki, xüsusi bir növ bir qarğıdaldan hazırlanır və istidən açılır və şişkin olur. Because it's light and crunchy, many people like eating popcorn while watching a movie, relaxing at home, or spending free time with family and friends. Yüngül və xırçıldayan olduğuna görə əksər insanlar onu filmə baxanda, boş vaxt keçirdəndə, nə bilim evdə rahatlayanda yeyirlər, yeməyi xoşlayırlar. Deməli bizim mətnimiz popcorn haqqındadır ki, onun digər abzaslarda, sonuncu abzasda mənfi cəhəti, digər abzaslarda da müsbət cəhətlərindən, faydalarından danışır. Qısaca mətnimiz a popular snack haqqındadır. Yəni məşhur bir snack. 9-cu suala baxaq. These snacks become unhealthy. Yəni bu qəlyanaltı snack sağlam olmur. Nə zaman? Faydalı olmur. Nə zaman? Deməli, bax burada deyir ki, another advantage, bu advantage lazım deyil bizə. Popcorn can also have some harmful side. Bəzi mənfi cəhətlər var. People enjoy changing its taste when people add too much butter, çoxlu yağ əlavə eləyəndə duz və sweet toppings, yəni şirin nə deyirlər ona, toppings üzərinə əlavə olunan şeylər deməkdir. It become unhealthy. Yəni o zaman bu sağlam olmur. Deməli burada cavabımız olar. Several toppings are added in it, yəni üzərinə bir neçə əlavə ingredient əlavə eləyəndə cavabımız ora bəndim. 10-cu suala baxaq. Mətnə görə düz olanı istəyir bizdən. Popcorn is harmful as other snakes in all situations. Yəni digər sinəklər kimi bütün vəziyyətlərdə zərərli deyildi. Düzgün hazırlasan sadə şəkildə faydalıdır. Popcorn has no effect on health. Sağlamlıq üzərində heç bir təsiri yoxdur, səhvdir. This snack is mainly eaten by children. Əsasən uşaqlar tərəfindən demirdi. Birinci cümlədə by all age yazırdı. Bütün age of people, yəni bütün yaşda olan insanlar tərəfindən. It can support digestion when prepared simply. Bu düzdür. Sadə şəkildə hazırlananda həzmi dəstəkləyir, yəni həzmə kömək edir. Baxın burada deyir. Burada. It contains fiber which helps the digestion system work better. Yəni həzm sisteminin daha yaxşı işləməsinə xeyirlidir, faydalıdır. Yəni cavabımız onda D bəndidir. D. Davam edirik. How does popcorn influence people's mood in social moments? Yəni sosial bir anda insanların əhvalına necə təsir edir popcorn? Burada cavabımız B bəndidir. It makes everyone feel comfortable and creates a pleasant atmosphere. Yəni hər kəsi rahatladır və xoş bir atmosfer yaradır. Bax burada deyir ki, burada deyir, bax, sharing popcorn creates a relaxed and friendly mood. It helps people enjoy time together and make simple moments more pleasant. Yəni sadə anları belə xoş ana çevirir. Cavabımız olur B bəndi. 12-də bizdən səhv olanları istəyir. False. This tasty snack is prepared in various ways. Bu düzdür. Fərqli üsullarla, metodlarla hazırlana bilir. Mətndə var idi. Popcorn must be eaten too often in order to stay healthy. Bu səhv. Həddindən artıq tez-tez yeyilməlidir sağlam qalması üçün. Amma mətndə deyirdi ki, onun mənfi cəhətləri olan hissəsinə baxın. In addition deyir, eating popcorn too often
or in large amounts can cause stomach discomfort for some people. Yəni narahatlığa səbəb ola bilər mədədə tez-tez yeyilsə. İki səhvdir, səhvləri istəyir. Some kinds of popcorn can make you get fatter. Bəzi popcorn növləri səni daha nə edə bilər, yağlandıra bilər, piylə edə bilər. Bu düz idi. Popcorn has no social importance. Heç bir əhəmiyyəti yoxdur. Amma bu səhvdir. Sosial əhəmiyyəti var idi. Çünki o anları insanları rahatladırdı və yaxud da anları daha xoş verici eləyirdi. 2-4-dür burada cavabımız. Some kinds of popcorn can make you get fatter. Bəzi popcorn növləri səni piylənməyə, daha tez piylənməyə səbəb ola bilər. Burada e, sonuncu abzasa baxın. Bax, deyir ki, when people add too much butter, salt, or sweet toppings become unhealthy. Such popcorn may lead to weight gain. Yəni, bu belə popcorn səni çəki almağa səbəb edə bilər və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Cavabımız orada elə 2 ilə 4 olar. Səhv olanları istəyirdi, düzdür? 2 idi, səhv olan bir də nə idi? 4 idi. 2 ilə 4. Davam edirik. Qrammatika suallarına baxaq. Tourists visit historical places. Bax, burada mübtəda xəbər uzlaşmasına fikir verək. Tourist sözü burada cəmdədir. Cəmdədirsə is olmaz, loves olmaz, s varsa təkdədir, does olmaz. Burada c arasında qala bilərsiniz. Love feili, his və qavrayış bildirən feillər, understanding, know-dur, feel-dir, love-dır, like-dır, have-dir. Bu feillər davam edici zamana düşə bilmir. Are loving deyə bir şey yoxdur. Cavabımız olar C bəli. 14-cü sualda modal feilli cümləni istəyir bizdən. How many people in your family have two modal feildir? You don't eat get enough vegetables. You need try. Need feili. Özündən sonra boş feil gəlir. To'suz feil gəlir. Və modal feil olur. 2 də düzdür. Have you enjoyed the wedding party? Burada sadəcə bitmiş zamanda. Have-in to'su yoxsa modal feil deyil. Eləcə də burada have for breakfast. Burada da to yoxsa. To yoxsa have modal feil ola bilməz ki. Cavab olur D bəndi. 15-ci suala baxaq. Sadə bir sualdır zamanlarla bağlı. Yesterday varsa cümlə hansı zamandadır? Keçmiş, sadə zamanda. Go feilinin keçmişi nədir? Went. Deməli. 16-cı suala baxaq. Eyni şəkildə yenə zaman hissəsinə to be about to və yaxud da to be due to hər hansısa bir şeyi etmək üzərə olmaq deməkdir. When somebody called deyir. Keçmiş sadə zamandırsa, burada keçmiş olmalıdır uzlaşmaya görə. O zaman mən bu indikiləri çıxaram. Was ilə were arasında I were olmur, I was olur. Cavab olur B bəli. 16-cı sual da zaman testidir və yaxud da buna conditional kimi baxa bilərsiniz. First conditionaldır. Burada Cavidan üçüncü şəxsin təkidir, he də üçüncü şəxsin təkidir. Bu mənə deyir ki, birinci if bağlayıcının sağ tərəfi gələcək olmaz heç vaxt. Burada D bəndini çıxmalısınız. Eləcə də he win deyə bir şey yoxdur, he wins olur. Bunu da çıxmalısınız. Həmçinin he buy deyə bir şey yoxdur, he buys olmalıdır. Bunu da çıxmalısınız. Bu ikisi arasında qalanda da birinci tərəf indiki, ikinci tərəf gələcək ola bilər. First conditional, keçmiş, gələcək olmaz. Cavab C bəndi olur. 18-ə baxaq. 5 years ago this perfect used 3 while bağlayıcısı verilibdir. Burada həmçinin 5 years ago deyir. Bura birinci tərəfə biz keçmiş sadə zaman qoymalıyıq. Sonra da zaman uzlaşdırıram. Found verib, indiki bitmiş olmaz. Keçmişlə indiki bitmiş olmur. Found verib, keçmiş davam edici olar. Keçmişlə indiki davam edici olmaz. C bəndi. Davam edirik. 19-cu sual. Yenə burada zaman testidir. When bağlayıcısı verilib. When'in sağ tərəfi heç vaxt bitmiş zamanda olmur. Bəri başdan bunları çıxıb. Sonra da zaman uzlaşmasına baxa bilərsiniz. Was shining arrived. Daha bəndi düzdür. Shines indiki arrived keçmişdir. Shown keçmişdir. Is arriving. İndiki davam edicidir. Olmur. Cavab olur A bəndi. 20-ci suala baxaq. Many berries are rich in. To be rich in nəyinəsə zəngin olmalıdır. Təbii ki, burada cavabımız richdir. Əksər gilə meyvələr vitamindən zəngindir.
21-ci suala baxaq. Yenə modal feil testi verilibdi. Qrammatik səhvləri çıxırıq. Can-dən sonra to olmaz. To be able to da be olmalıdır. Bunu çıxıram. Birinci tərəf əmr cümləsi indiki sadə zamandadır. Look, it has stopped raining. Bu tərəfə keçmiş verə bilmərəm. Z-ni də çıxıram. Should üstə, have üstə, participle to, kaş mənasını verən modal feillərin içində var. Görə bilərsiniz. Amma bizim feilimiz go-dur, gone deyil. Yəni participle to deyil. Ona görə burada should have-dən də istifadə edə bilmərik. Cavab olur Y. 22-ci suala baxaq. Yenə modal feil testidir. Drivers should, must, will be able to, mustn't. Bir dənə burada qrammatik səhv haven't to'dur. Have to'nun inkarı özü ilə düzəlmir. Speak on the phone while driving. Maşın sürərkən sürücülər telefonla təbii ki danışmamalıdır. Cavab olur D bəndi. İnkarı götürürük, təsdiqlər çıxır. 23-cü suala baxaq. Fatimə Nurgül cartoons on TV every Friday. Every Friday deyir. Bu hansı zaman zərfidir? İndiki sadə zamanın. Yəni watch olar. Digərləri birinci Fatimə Nurgül cəm mübtədadır. 2 nəfər verilibdir. Is olmaz, does olmaz, watch olmaz və every Friday keçmişin olmur. Həmçinin diddən istifadə edəndə iyri düşür. Keçmişin ola bilər indiki sadə zaman zərfləri. Əgər başqa bir cümlə verilsə, o zaman onu təyin edə bilərik. Keçmişdə verilən bir cümlə olsun. 24-cü suala baxaq. Since bağlayıcısı haqqında biz qayda keçmişdik ki, zaman uzlaşması pozulur və since-in sağ tərəfi olur keçmiş sadə zamanda, keçmiş sadə. Digər tərəfi olur nədə? İndiki bitmişdə. Burada since bağlayıcıdır, çünki iki cümləni bir-birinə bağlayır. Sağ tərəf keçmiş sadə, sol tərəf indiki bitmiş D bəndi. 25-ci suala baxaq. Modal feili cümləni istəyir bizdən. You will have to modal feili gələcək zamanı düşəndə qabağına will qoyuram. Bir düzdür modal feildir. Have been friends, burada modal feili yoxdur. Have to modal feili var. Burada indiki bitmiş zaman verilir. Will be sick unless stop eating, heç bir modal feili yoxdur cümlədə. Can burada modal feildir. Cavabımız olur 1 və 4, çox sadə bir sualdır. Açıq sualımız. Bu da oldu bizim 10 sinifin izahı. Kanala abunə olmağı unutmuruq. Hər birinizə uğurlar.